Hörmətli izləyicilər, mən Qafarov Fədai Qafaroğlu, Lənkəran rayonu Biya kəndindən anadan olmuşam. Hal-hazırda həmin kənddə yaşayıram. Torpaqların bütövlüyü yolunda 94-cü ildə mənim Qafarov, Hikmət Qafaroğlu, oğlum 15-i, yanvarın 15-ində şəhid olmuşdur. Qarabağ Turman şəhid olmuşdur. Mən şəhid atasıyam. Mən torpaqla bağlı Maladiyə müraciət eləmişəm. Maladiyə məni eşitməyib. Hörmətli Zeynal Naldalıyev, Lənkəranda icra başlı işləyən dövrü mən ona müraciət eləmişəm. O mənə 5 hektar yarım torpaq sahəsi vermişdi. Lakin bələdiyyə sədri Eldar Cəfərov, digər bələdiyyə sədri, o torpaqları məndən almışdı, qeyrisinə satmışdı. Mən dəfələrlə müraciət, mənə torpaq verib 93-cü ildə, amma mənə sənəd verilir. Dəfələrlə müraciət eləmişəm, baş prokurora müraciət eləmişəm, rayon prokuroruna müraciət eləmişəm. Mənə işlən yoxdur. Baş prokuror göndərib, dəfələrlə baş prokurora müraciət eləmişəm, budur mənim sənədlərim. Baş prokurora göndərəm sənədlərim. Göndərib Lənkəran rayon prokuroruna, Elçin Məmmədov üstünə. Elçin Məmmədov qərar çıxardıb, həmin bələdiyyənin xeyrinə. O qərarı mənə verir. Mən qərar vermişəm məhkəməyə. Sağ olsun Nicat Bəşirov. Qanuni sürətlər yoxlayıb, qərarı düzgün çıxardıb. Ədalətli qərar verir. Təzədən göndərib prokurora. Tarih Ələkbarov üstünə. Tarih Ələkbarov da yenə həmin qərarı verir. Mən bilməm, qalmışam məsələ. O qərarı necə verir? Onlar seri kopyayla veriblər. Gələk bunu yoxlasınlar, yoxlaman. Mənim işləymişəm, mənim işləyəmlə yoxlansın. Mənim işləyəm yoxlamırlar. Bələdən çağırırlar, məni çağırmırlar. Nə mən yazmışam, məni niyə çağırmırlar? Artıq mən misali mənə xoş gəldi, səni mən indi basacağım. İndi işləymişəm, üstəmdə böyük yerdə işləyir. Əgər dövlətə belə qanun varsa, xahiş edirəm, onda bizi bir şəhid ailələr bir dəfə rədd eləsin, bizə şəhidlik verməsinlər. İndi də dəfələrlə müraciət edirəm, nə qədər burada inanmırsın, burada nə qədər saxta sənədlər də var burada. Bələdiyyə mənə torpaq vermirsə, mənə o qədər pul ala bilmirsə, Rusiya vətəndaşı 3 hektarlarla, 5 hektarlarla, 2 hektarla torpaq verir. Onun üçün afont verilir. 2009-da bir digər balası ləğv olub. Şilavat kəndinə birləşir. Həmin peçədi 2020 müsahiblər üzərində. Torpaq satırlar, yazıda 2007 digər balası. O da o sənədlər məndə tutmuşam, o sənədlər məndədir. 2020-də sən torpaq satırsansa, niyə 2007 qoyursan orada? O tarihi 2007 qoyursan. Mən də onları götürmüşəm, mən sübut eləmək üçün. Xahiş edirəm ki, mən üzümü tötürəm ölkə rəhbərinə və onun xanımına. Xahiş edirəm, cənab prezident, sizə nəfələrlə müraciət eləmişəm. Çox yazmışam sizə. Bilirəm, sizə məktublar çatmır. Xahiş edirəm ki, mənim səsim bəlli olsun, məni qəbul eləsin. Mən öz dərdimi sizə bildirmək istəyirəm. Siz çıxış elədik ki, şəhidin adı işidəndə şəhədə baş çəkirsiniz, Allah rəhmət eləsin. Mən qalmışam məsələdə. Xahiş edirəm, məni qəbul eləsin. Bu işləri tamam ləğv olunsun. Bu bələdiyyə nə eləmək istəyir? Bələdiyyə rayon rəhbərlə birləşir, prokurorla birləşirlər, mənim əleyhimə qərar verirlər. Yenə sizə xahiş edirəm. Yoxlansın, haqq kimidir, ədalət buna versinlər. Xahiş edirəm, yenə yoxlamalı lazımdır.